Bugün milli mətbuatın 151 yaşı tamam olur. Milli mətbuatın tarixini özündə ihtiva edən çox maraqlı süjetimiz var və onu Həsən bəy Zərdabinin davamçılarından olan gənc əməkdaşımız Vəfa Abdullayev hazırlayıb. Gəlin izləyək. 22 iyul 1875-ci il. Həsən bəy Zərdabi Bakı quberniyası mətbəəsində böyük məşəqqətlərlə ərsəyə gətirdiyi Əkinçi qəzeti ilə Azərbaycan milli mətbuatının təməli qoyuldu. Çar Rusiyasının ağır senzura şərtlərinə rəğmən doğulan bu ana dilli nəşr millətin özünü dərk etməsində və ictimai-siyasi şüurun formalaşmasında ilk və ən böyük addım idi. O sadəcə vilayətin aynası olmadı, həm də bütöv bir xalqın yoluna işıq saldı. 1875-ci ildə iyul ayının 22-sində Həsən bəy Zərdabi Əkinçini yaratmaqla Azərbaycanda milli jurnalistika sisteminin əsasını qoydu. Milli mətbuatın bünövrəsini qoydu. Ümumiyyətlə, qəzetçilik sistemi nədir? O sistem haqqında bütün nə varsa, belə deyək ki, özündən sonra böyük bir irs qoydu. Əkinçi qəzeti təkcə Qafqaz türkləri və müsəlmanları üçün deyil, eyni zamanda Rusiya müsəlmanları, Rusiya türkləri üçün bir böyük, belə deyək ki, qida mənbəyi idi. Çar hökuməti Azərbaycan dilində qəzet nəşr etməyə qorxulu hesab eləyirdi. Qorxulu belə hesab eləyirdi ki, milli oyanışa səbəb ola bilər. Əkinçi qəzeti özündən sonra böyük bir qəzetçilik mirası qoydu və ondan deməli sonra Ziya Qafqaziya və Kəşkül qəzetləri Ünsüzadə qardaşlarının buraxdığı bu qəzetlər və eyni zamanda Ünsüzadə qardaşları Azərbaycanın ilk qəzetçilik mətbəələrini yaratdılar və bu Tiflisdə nəşr olundu. 1918-ci ildə Şərqin ilk demokratik respublikası qurulanda mətbuat özünün ən azad və müstəqil dövrünə qədəm qoydu. Rəsmi dövlət orqanı olan Azərbaycan qəzeti Cümhuriyyətin ideologiyasını xalqa çatdırırdı. Lakin işğaldan sonra bu səs susmadı. Milli mətbuatımızın ruhu xaricdə, mühacirət vərəqlərində yaşamağa davam etdi. Azərbaycan qəzeti həm Azərbaycan türk dilində, həm də rus dilində işığıcı görürdü. Azərbaycan dilində olan versiyanın redaktorları Ceyhun bəy Hacıbəyli və daha sonra Üzeyir bəy Hacıbəyli olmuşdur. Rus dilində olan versiyanın redaktoru isə Şəfi bəy Rüstəmbəyli idi. Və təbii ki, Azərbaycan qəzetində bir tərəfdən dönəmin hökumətin verdiyi qərarlar, müxtəlif elanlar dərc edilirdi, amma eyni zamanda da ictimai-siyasi əhəmiyyət və qiymət yazılar işığıcı görürdü. Sovet rejiminin gəlişi mətbuata totalitar nəzarət və marksizm ideologiyasını diktə etdi. Hər sətr senzura süzgəcindən keçsə də, Azərbaycan jurnalistikası bu dövrdə böyük peşəkarlıq məktəbi keçdi. Dilimizin saflığını sətraltı mənalarla qorumağı bacardı. Müstəqil Azərbaycan müstəqilliyini qazananda, hətta bu müstəqilliyə aparan yolda bizim jurnalistikanın böyük rolu olubdur. Bilirik, meydanlarda Azadlıq qəzeti var idi, Yeni Müsavat var idi, Azərbaycan qəzeti var idi. Mətbuatımız ən böyük sınağını və zəfərini Vətən müharibəsində yaşadı. Azərbaycan jurnalisti həm ön cəhbədə xəbər növbəsində dayandı, həm də ölkə başçısının xarici informasiya agentliklərinə verdiyi 30-dan çox tarixi müsahibə ilə dünyaya haqqın səsini hayqırdı. Bugün media yalnız kağız səhifələrdə deyil, eyni zamanda rəqəmsal ekranlarda, qlobal şəbəkələrdə də öz sözünü deyir. Yeni media dövrü bizdən sürət, çeviklik, eyni zamanda tarixi prinsiplərə sadiqlik tələb edir. Bu təsirin nəticəsidir ki, artıq ənənəvi media getdikcə öz yerini yeni media adlandırdığımız media quruluşlarına verməkdədir. 151 il əvvəl Bakının qaranlıq bir mətbəəsində sıxılan ilk qurğuşun hərflər əslində bütöv bir millətin taleyinə saçılan işıq idi. Həsən bəy Zərdabinin tək bir cümləni alovlandırdığı o müqəddəs mənşər bu gün dünya ekranlarında azad və qalib bir ölkənin səlnaməsini yazır. Bu gün biz bu həqiqəti daşıyırıq.
Qələm sahibləri olaraq sizi unutmadıq Həsən bəy. Sizin adınızla fəxr edirik. Qoy hər bir gənc jurnalist əkinçinin ruhunu, sözün gücünü və vicdanın səsini içində daşısın. Sizi böyük ehtiramla anır, sükut içərisində səssizcə təşəkkür edirik. Qoy bu sözlər sizə 151 ilin o tərəfindən gələn rəhmət dolu bir salam kimi çatsın. Milli Mətbuat Günümüz qutlu olsun.